Salam, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi Gəncə şəhər Cavadxan qəsəbəsinin sakinləri çox əziyyət çəkir yolla bağlı. Bununla bağlı mən Azərbaycan Respublikasının Avtoyol Nəqliyyat Nazirliyindən xahiş edirəm ki, Gəncədə təmir işləri, yol bərpa işləri gedir. Bununla bağlı xahiş edirik ki, Gəncə şəhər Cavadxan qəsəbəsində nəzərdə alsınlar, nəzərdə saxlasınlar. Burada yaşayan sakinlər bildiyiniz kimi çox əziyyət çəkir. Körpə uşaqlar məktəbə gedib gələ bilmir. Yollarımız çox bərbad günündədir. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim səsimizə səs versin. Gəncə şəhər Cavadxan qəsəbəsinin də yol instruksiyasının qurulmasında, bizə bərpasında köməklik göstərilsin. Buna bağlı Gəncə şəhər Cavadxan qəsəbəsinin sakinləri, misal olaraq ağsaqqalları ilə Vəliəddin baba da bax buradadır, öz sözünü deyə bilər. Biz sizdən xahiş edirik ki, yolları biraz nizamlayacağıq. Ona görə bu marşrut xətti bu uşağa görə, məktəbə gedib gəlməyə görə, işə gedib çatmağa görə xahiş edib bu marşrutu burada işlətməyə imkan yaradasınız. Köməklik göstərəsiniz. Buyur. Mənim danışmağım ondan ibarətdir ki, Brilliant xanım, hamımız bir nəfər kimi istəyərik ki, marşrut buradan geçsin. Bu marşrut bütün əhali üçündür. Əhali üçündür. Mənim də yenə deyirəm, mən də istəyərəm, bütün hamı istəyər ki, marşrutun işləməyini. Keçsən danış. Bəli, bildiyiniz kimi biz Gəncə şəhər Cavadxan qəsəbəsinin sakinləri olaraq Məhəmməd Nuriyev küçəsində yaşayırıq. Bizdən də qeyri belə gördüyünüz kimi bax, evlər var. Bu qəsəbənin 65 min sakini var. Xahiş edirik ki, aidiyyəti qurumlardan bizə öz köməkliyini göstərsinlər. Bizim də evdə körpə balalarımız var, ağsaqqalımız var, ağbirçəyimiz var, məktəbə gedən uşaqlarımız var. Hal-hazırda hava şəraitini nəzərə alırıq. Bu şəraitdə bax, indi marşrut işləmirsə, bu cəmaət nətər gedib gələ bilər? Bu körpə uşaqlarımız nətər getsin, gəlsin? Üzr istəyirəm ifadəmə görə. Ailələrimiz işləyir, yoldaşlarımız işləyir, ana bacılar işləyir. Elə də bu qəsəbənin sakinləri. İndi bununla bağlı marşrut gedib gələ bilmirsə, cəmaət nətər getsin, gəlsin? Xahiş edirik, aidiyyəti qurumlardan bizə öz köməkliyini göstərsin. Salam, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi Gəncə şəhər Cavadxan qəsəbəsinin sakinləri adından müraciət edirik. Hal-hazırda mən Gəncə şəhər Cavadxan qəsəbəsindən bu video çəkilişi edirəm. Cavadxan qəsəbəsinin 1-ci, 2-ci, 3-cü küçəsində və müəyyən küçələrində küçə işıqlandırması olmana baxmayaraq 4-cü küçədən 17-ci küçəyə qədər küçə işıqlandırması yoxdur. Bununla bağlı aidiyyəti qurumlardan dəfələrlə xahiş etmişik ki, küçə işıqlandırması olsun. Bu görünən işıqlar da sakinlərin evinin önündə yanan işıqlardır. Burada da işə gedərkən, gələrkən, küçədə zibil qutularına zibil atarkən itlərin hücumuna məruz qalırıq. Xahiş edirik ki, Cavadxan qəsəbəsinin sakinlərinə köməklik göstərəsiniz.